Salam dəyərli müəllimlər. Bugün sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün bir neçə testin izahını eləyəcəyəm. Testlərin izahına keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Eyni zamanda bizə dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və öz yaxın həmkarlarınızla videonu paylaşmağı da unutmayın. Qeyd edeyim ki, bizim sentyabr qruplarımıza qeydiyyat davam eləyir. Bu qruplar ödənişli qruplardır, yəni ödənişli dərs qruplarına qoşulmaq istəyirsinizsə, aşağıda bizim akademiyamızın əlaqə nömrəsini görürsünüz. 055 623 1303. Sertifikasiya imtahanına sistemli şəkildə hazırlaşmaq istəyənlər həmin nömrəyə yazmaqla dərs qruplarımız haqqında ətraflı məlumat əldə edib, eyni zamanda qeydiyyatdan keçib dərs qruplarına yazıla bilərlər. Qeyd edeyim ki, ilk dərs ödənişsizdir, yəni sınaq dərsidir. Həmin dərsə qoşulub dərsin keyfiyyətinə baxıb daha sonra ödəniş eləyib davam eləyə bilərsiniz. Qeyd edeyim ki, sentyabr qrupları olduğu üçün, yəni ilk vaxtlarda qeydiyyatdan keçənlər, yəni indi qeydiyyatdan keçənlər üçün ödəniş 20 manat nəzərdə tutulubdur. Təbii ki, qiymət aşağı, keyfiyyət yüksəkdir. Proqramın tərkib hissəsinə nələr daxildir? Bu haqda əvvəlki videolarda da məlumat vermişəm. İstəyirəm ki, qısa olaraq indi də məlumat verim. Qeyd edeyim ki, bütün mövzuların izahları verilir. Daha sonra Dövlət İmtahan Mərkəzinin test toplusundan tapşırıqlar və onların izahları verilir. Daha sonra həftəlik və aylıq sınaq imtahanları təşkil olunur. Quizlər verilir. Sertifikasiya imtahanı üçün vərdiş testləri verilir, xüsusi mətn tapşırıqları və onların izahları verilir və s. Yəni, kifayət qədər yüksək səviyyəli bir proqram nəzərdə tutulubdur. Qeydiyyatdan keçmək istəyənlər, bir daha xatırladıram, aşağıda göstərilən nömrəyə yazmaqla qeydiyyatdan keçə bilərlər. Artıq qruplar açılıbdır, yüzlərlə müəllim artıq qeydiyyatdan keçibdir və siz də qeydiyyatdan keçmək istəyirsinizsə, mütləq şəkildə tələsməyiniz tövsiyə olunur. Çünki yerlər bir neçə gündən sonra tutula bilər və artıq həmin qruplara qeydiyyat dayandırılacaq və yeni qruplar açılmağa başlayacaq. Bu da artıq sizin müəyyən qədər gecikməyinizə səbəb ola bilər. Ona görə tövsiyə olunan budur ki, indi yazıb qeydiyyatdan keçəsiniz. Başlayaq birinci sualdan. Birinci sualda soruşur ki, biri çəkim sözünə aid edilə bilməz. Çəkim sözü. Demək, təsriflənən feil kimi işlənə bilir. Variantlar üzərində təhlil etməyə başlayaq. A variantı. Təsriflənən feil kimi işlənə bilir. Biz bu sözü çək, imdə qrammatik kimi düşünsək, bəli, təsriflənən feil kimi düşünülə bilir. Məsələn, şəkli çəkim. Nə edim? Nə edim feilin sualıdır və demək ki, feildir. Təbii ki, bu təsriflənən feil olacaq da, təsriflənməyən feil olmayacaq. Çünki təsriflənməyən feil məsdər, feili sifət və feili bağlamadır. Burada da onun həmin o təsriflənməyən feillərin hər hansı bir şəkilçisini görmürük. Demək ki, təsriflənən feildir, bu fikir doğrudur. Tərkibinə görə təhlili kök qrammatik şəkilçi sxeminə uyğun söz kimi düşünülə bilir. Bəli, təsriflənən feil kimi düşündükdə, məsələn, şəklini çəkim. Şəkli çəkim. Bu anlamda nə edim? Çəkim. Sözün kökü çəkdir və im də orada qrammatik şəkilçidir. Yəni, kök və qrammatik şəkilçi sxeminə uyğun təsriflənən feil kimi düşünmək mümkündür. Mənsubiyyət şəkilçili isim kimi, mənsubiyyət şəkilçili isim kimi düşünsək, bu sözü bu cür təhlil eləyəcəyik. Deməli, çək sözün köküdür, çəkməkdən çəki ismi əmələ gəlir və m da mənsubiyyət şəkilçisi olur. Mənim çəkim, əvvəlinə yəlik hallı söz artıra bilirik. İm yəlik hal şəkilçisidir, mən və biz əvəzlikləri, demək, yəlik halda im qəbul edir. Mənim çəkim, m da mənsubiyyət şəkilçisidir. İ burada leksik şəkilçisidir. Yəni, feil kimi düşündükdə i leksik olmur. Çünki şəklini çəkim. İm burada qrammatik olur. Amma mövcud vəziyyətdə çəkməkdən çəki əmələ gəlir və m da mənsubiyyət olur. Mənim çəkim. Mənsubiyyət şəkilçili isim kimi düşünə bildik. Yəni, mövcud vəziyyətdə görürük biz bunu. Ona görə bu da doğrudur. Bizə deyir ki, biri çəkim sözünə aid edilə bilməz. Tərkibinə görə kök, leksik və qrammatik şəkilçi sxeminə uyğun söz kimi düşünülə bilir. Bəli, düşünülə bildi. Biz əgər bu sözü isim kimi düşünsək, yəni mənsubiyyət şəkilçili isim kimi düşünsək, o zaman söz kök, leksik və qrammatikdən ibarət olduğunu da
sözün kök leksik və qrammatik şəkilçidən ibarət olduğunu da görə bilərik. Demək ki, bu fikir də doğrudur. Həm sadə, həm də düzəltmə isim kimi düşünülə bilir. Bu variantı doğru hesab eləyənlər yanlışlıq eləyir. Nəyə görə yanlışlıq eləyir? Təbii ki, söz həm sadə söz kimi, yəni feil kimi düşünülsə, təsriflənən feil kimi düşünülsə sadə sözdür. Yox, düzəltmə söz kimi, yəni mənsubiyyə şəkilçili isim kimi düşünsək, bu söz düzəltmədir. Bununla bizim problemimiz yoxdur. Problem burada isimlə bağlıdır. Qeyd olunub ki, həm sadə, həm də düzəltmə isim kimi düşünülür. Lakin çəkim sözü sadə feil kimi, düzəltmə isim kimi düşünüldü. Baxın, çəkim burada qrammatik olanda sadə feil olur. Çəkim sözündə leksik, qrammatik olanda da düzəltmə isim olur. Yəni, sadə isim yox, yalnız düzəltmə isim kimi düşünüldü. Sadə feil kimi düşünülür. Qeyd olunub ki, həm sadə, həm də düzəltmə isim. Sadə feil düzəltmə isim kimi işlənə bilər desəydi, o zaman doğru olardı. Amma mövcud vəziyyətdə bu yanlışdır, doğru cavab olur E variantı. İndi isə keçək 2 nömrəli test tapşırığına. Hansı nümunələrdə ahəng qanununun pozulması yalnız şəkilçinin tərkibindəki saitlə bağlıdır? Demək, ahəng qanunu pozulsun, lakin pozulma şəkilçinin tərkibindəki saitə bağlı olmalıdır. Baxırıq A variantına. Bir mürüvvət və ləyaqət. Birinci növbədə qeyd edeyim ki, şəkilçi ahəng qanununu o zaman poza bilər ki, o şəkilçi bir cür yazılan şəkilçi olsun. Daha çox hallarda bir cür yazılan şəkilçilər ahəng qanunun tələbinə uyğun deyildi deyə ahəng qanunu poza bilirlər. Yəni, pozmaya da bilərlər, amma poza da bilirlər. İndi baxırıq. Bir mürüvvət bir cür yazılan şəkilçi olsa da pozulmayıbdır. Baxın, mürüvvət sözün köküdür, bir ön şəkilçidir, düzdürmü? Mürüvvət sözündə incə saitlər var və bir də incə saitli şəkilçi olduğuna görə ahəng qanunu pozmayıbdır. Ləyaqətli sözünə gəlincə, bu sözün kökü ləyaqətdir, leksik şəkilçidir. Ahəng qanununun pozulması şəkilçiyə görə deyil, burada şəkilçi lidir. Bu liyə qədər sözün kökündə onsuz da ahəng qanunu pozulub. İncə və qalın sait var. Demək ki, ahəng qanunu pozulub. Yəni, kökdə pozulub. Orada şəkilçinin artırılması ahəng qanununa təsir etməyibdir. Ona görə A variantını çıxırıq. Cəfakeş və mehribancasına sözlərinə gəlincə, sözün kökü cəfadır, sözün kökü mehribandır. Mehriban. Baxın, cəfa sözündə onsuz da ahəng qanunu pozulubdur. İncə və qalın sait var. Yəni, ora keş, bir cür yazılan şəkilçini artırmaqla ahəng qanunun tələbinə hər hansı bir zid hərəkət etməmişik. Ahəng qanunu onsuz da kökdə pozulmuşdur. Şəkilçinin artırılması isə təsir etməyibdir. Mehriban sözündə də incə və qalın sait var. Yəni, ahəng qanunu kökün tərkibində pozulubdur. Oracasına şəkilçinin artırmaqla ahəng qanunun pozulmasına səbəb olmamışıq. Yəni, sadəcə və sadəcə kökün tərkibində ahəng qanunu pozulmuşdur. Bizə lazımdır ki, pozulma yalnız şəkilçinin tərkibindəki saitlə bağlı olsun. Ona görə bu variantı da çıxırıq. Təbii ki, bu testin şərtinin daha rahat, daha aydın başa düşülməsi üçün digər variantlara nəzər salmağımız mütləqdir. Qalibiyyət və ətrafdakı sözü. Bu sözün kökü qalibdir və ətraf sözü var dilimizdə. Burada fikir veririk ki, qalın və incə sait var. Yəni, orada iyyət şəkilçisinin artırılması ahəng qanunu pozmur. Kökün tərkibində onsuz da ahəng qanunu pozulubdur. Eyni zamanda ətraf sözündə də incə və qalın sait var. Ahəng qanunu pozulubdur. Yəni, ora biz dakı sifət yaradan şəkilçini artırmaqla hər hansı bir ahəng qanunun pozulmasına səbəb biz ahəng qanunun pozulmasına səbəb olmamışıq. Sıravi və İnqilabi sözlərinə gəlincə, sözün kökü sıradır. Demək, burada vi şəkilçisinə görə ahəng qanunu pozulubdur. Çünki kökün tərkibində qalın saitlər iştirak edir. Mən bura incə saitli bir şəkilçini artırmaqla ahəng qanununu pozuram. Çünki qalın saitli bir sözdür. Ahəng qanunu pozulmayıbdır. Şəkilçini artırmaqla ahəng qanunu pozdum. Çünki sözdə qalın və incə sait oldu. Sözün tərkibində yalnız qalın saitlər var idi və şəkilçi incə saitli şəkilçidir. Onu artırmaqla ahəng qanunu pozuram. Daha sonra inqilab sözünə gəlincə, burada inqilab sözündə ahəng qanunu onsuz da pozulub. Çünki incə və qalın sait var. Pozulubdur. Yəni, burada i şəkilçisinin artırılması ahəng qanunun pozulmasına səbəb olmayıbdır. Kökün daxilində pozulubdur. Sıravi sözü tələbə uyğundur, lakin inqilabi sözü uyğun gəlmədiyinə görə D variantında çıxırıq. Dəlisov. Sözün kökü dəlidir. Sov burada şəkilçidir. Bir ön şəkilçidir və savad demək sözün köküdür.
İndi burada fikir versəniz, sözün kökündə qalın saitlər var, yəni ahəng qanununa tabedir. Lakin bir ön şəkilçisini artırmaqla ahəng qanunun tələbini pozuruq. Yəni sözə incə saitli normalda sözə qalın saitli şəkilçisi artırılmalı idi. Lakin biz incə saitli şəkilçisi artırmaqla ahəng qanunu pozduq. Dəli sözündə incə saitlər iştirak eləyir, lakin sov şəkilçisinin tərkibində qalın sait vardı. Demək ki, ahəng qanunu şəkilçi pozur və doğru cavab olur E variantı. Keçək 3 nömrəli test tapşırığına. 3 nömrəli test tapşırığında qeyd olunub ki, hansı sözlər yerinə görə feilin müxtəlif şəkillərinə aid edilə bilər. Yəqin ki, feilin şəkilləri haqqında məlumatınız var. Əmr şəkli, arzu şəkli, xəbər şəkli və s. Yəni feilin şəkilləri bunlardır. Demək, yerinə görə feilin müxtəlif şəkillərində düşünülə bilər. Demək ki, verilmiş seçimlərdə hansısa bir söz feilin 2 müxtəlif şəklində düşünülə bilər. Gəlin baxaq. Köçürsə sözünə baxaq. Bu sözü əlavə kənarda yazıram. Köçürsə. Qeyd eləyirəm ki, dostum bugün köçürsə, baxın, dostum bugün köçürsə, köç sözün köküdür. Ür zaman şəkilçisidir. Sə də qrammatik şəkilçisidir. Köçürsə, dostum bugün köçürsə, baxın, ür vurğu qəbul etdi. Demək ki, ür nədir burada? Zaman şəkilçisidir. Hansı zaman şəkilçisidir? Təbii ki, indiki zamanı şəkilçisidir. Və sual verirəm ki, nə edirsə, nə edirsə. Əgər sualın tərkibində də ir varsa, demək ki, bu söz həqiqətən də zaman şəkilçili sözdür. Baxın, ona verdiyimiz sualın tərkibində də ir var. Demək ki, zaman şəkilçili sözdür. Biz də qeyd etmişik ki, zaman şəkilçili sözlər feilin xəbər şəklində olur. Xəbər. Yəni, əgər söz zaman şəkilçili sözdürsə, o söz xəbər şəklindədir. Bir də qeyd edə bilərik ki, köçürsə. Məsələn, şagird testi köçürsə, bu zaman köçürsə demirik də, şagird testi köçürsə, xeyr, şagird testi köçürsə, vurğu gedir sona. Köç sözün köküdür, köçürmək, artıq ür oldu orada leksik, sə də qrammatik şəkilçisidir. İndi baxın, şagird testi köçürsə dedikdə, vurğu gəlir, düşür sona və sual verəndə də deyirik ki, nə etsə, etsə. İndi fikir verin, ir oradan yoxa çıxdı. Yəni, bayaq ir var idi, amma indi ir yoxdur. Demək, ir yoxdursa, bu olur şərt şəkli. Şərt. İndi fikir verin, sasə çünki şərt şəklinin şəkilçisidir. Əgər feilin şəkilləri ilə bağlı məlumatınız yoxdursa, onda bu test sizə müəyyən qədər çətin gələ bilər. Yəni, burada konkret bir şəkilçi var, sasə şəkilçisi, bu da şərt şəklinin şəkilçisidir. Demək, nə etsə sualına cavab verdi, oldu şərt şəklində və vurğu da sona düşdü. Yadınızda qalsın ki, başlanğıc formaya sasə birbaşa artırılıbsa, o şərt şəkilçisidir. Burada sözün başlanğıc forması köçür hissəsidir. Düzdürmü? Yəni, leksik şəkilçisi daxil olmaqla olan hissə. Və burada sasə də birbaşa başlanğıc formaya artırılıbdır. Demək ki, şərt şəklinin şəkilçisidir. İkinci sözümüzə baxırıq. Demək, biri götürürük və bir olmayan variantları da çıxsaq, cəmi 2 variant arasında qalırıq. Bişirsə sözü. Bişirsə. Bu sözün kökünü biz düşünə bilərik. Bişmək sözü. Daha sonra bişirsə, vurğu yəni irin üzərində sa qrammatik şəkilçisidir və vurğunu irin üzərinə salanda olur xəbər şəkli. Nəyə görə? Çünki zaman şəkilçiləri vurğu qəbul edir. Ir də indiki zamanı şəkilçisidir. Xəbər şəkilçili, demək, indiki zaman şəkilçili sözlər də xəbər şəklində hesab olunur. Və yazıram ki, yenə də bişirsə. Yenə sözün kökü bişdi. Bişirmək sözü, bişirsə, vurğu düşür sona, bişirsə, bu formada düşünsək. Məsələn, tutaq ki, anam yeməyi bişirsə. Anam yeməyi bişirsə, demək, sə vurğu qəbul etdi və burada oldu şərt şəklində. Şərt şəkli. Yəni, 2 şəkildə düşünmək mümkündür. Ona görə 2-ni də götürürük. 2 olmayan variantı çıxmaq istəsək, görürük ki, hər ikisində 1-2, 1-2 var. Baxırıq 3-ə. Lövhəni təmizləyək.
Qeyd eləyirəm ki, oxuyarsa. Burada sözün kökü oxudu. Y bitişdirici samitdir və ar vurğu qəbul edir, zaman şəkilçisidir və sa da burada qrammatik şəkilçisidir. Ancaq xəbər şəklində düşünülür. Xəbər. Nəyə görə? Çünki ar burada zaman şəkilçisidir və bu sözü zaman şəkilçili söz kimi düşünürük və beləcə zaman şəkilçili söz də xəbər şəklində olur. Demək, 3 olan variantı çıxmaqla biz doğru cavabın A olduğunu müəyyən etmiş oluruq. Daşıyırmış sözü, daşıyırmış. Baxırıq. Bu sözün kökü daşıdı, daşı. Y bitişdiricidir, indiki zamandır. Mış da imiş hissəcidir, imiş. Da indiki zamandır. Və burada biz bu sözü yalnız xəbər şəklində olan söz kimi düşünürük. Nəyə görə? Çünki zaman şəkilçili söz var və yalnız xəbər şəklində düşünülür. Yəni, ikinci bir şəkildə düşünülmək mümkün deyil. Ona görə 4-ü də çıxırıq. Düşürürdü. Yazıram. Düşürürdü. Sözün kökü düşməkdir və düşürmək birinci ür leksik olur, ikinci ür isə qrammatik olur. Biz bunu qeyd etmişik. Ür qrammatikdir, dü də idi hissəciyidir və ürün üzərindədir vurğu. Düşürdü. Düşürürdü. Yəni, ür burada artıq zaman şəkilçili sözdür və xəbər şəklində düşünülür. Başqa şəkildə düşünülmür, ona görə bunu da çıxırıq. İndi baxırıq sonuncu seçimimizə, yəni 6-ya. Danışmayak. Bir daha qeyd eləyirəm. Danışmayak. İndi baxırıq. Sözün kökü danışdı. Ma inkar şəkilçisidir, y bitişdiricidir və aq da əmr şəklinin göstəricisidir. Əmr şəklində. Yəni, şəxs onluğu kimi. Əmr şəklində. Bir də düşünə bilərik ki, danış sözün köküdür. Ma yenə inkardır, y bitişdiricidir. Danışmaya arzu şəklinin şəkilçisi, q da şəxs onluğu kimi düşünsək, yəni aq şəkilçisi bilirik ki, sözün sonunda 2 cür təhlil edilir. Danışmayaq arzu şəkli, arzu. Demək ki, arzu şəklinin şəkilçisi varsa bu olur arzu. Demək, danışmayaq formasında düşünsək, yəni aq bir dəfənlik qrammatik götürsək əmr şəklindədir. Yox, a ayrı, q ayrıdırsa, a orada arzu şəklində olur. Yəni, feilin 2 şəklində düşünmək mümkündür. Altına da götürürük və doğru cavab beləliklə A variantı olmuş olur. Keçək 4 nömrəli test tapşırığına. Hansı düzəltmə sözlər saydan düzəlməyibdir? Demək, düzəltmə söz olsun və saydan düzəlməsin. Baxırıq birincilik sözünə. Bu sözün kökü bir sayıdır. Bu sözün kökü saydır. Birinci sıra sayı yarandı. Yenə say oldu. Və lik şəkilçisi də isim yaradır. Bu da oldu isim. Demək, bir sayına birinci sayı və birincilik ismi yaranıbdır. Saydan düzəlməyib dediyinə görə baxırıq nəyə? Baxırıq bu sözdə artırılan sonuncu şəkilçi nəyə artırılıb? İndi fikir verin. Biz qeyd etmişik ki, sözün hansı nitq hissəsindən yarandığını bilmək istəyiriksə, o zaman baxmalıyıq artırılan sonuncu leksik şəkilçinin hansı hissəyə artırılmasına. Onsuz da sözün kökü də saydı və birincilik ismi də birinci sayından yaranıb. Baxın, birinci sıra sayına artırılıbdır. Ən nəhayətində sıra sayda saydı. Demək, birincilik ismi saydan yaranıbdır. Sonuncu leksik şəkilçisi birinci sözünün üzərinə, yəni saya artırılıbdır, saydan düzəlibdir. Ona görə bu variantı çıxırıq. Birinci seçimi çıxırıq, çünki saydan düzəlibdir. Ona görə C variantı getdi. Bircə sözünə gəlincə, bu sözü doğru cavablar sırasında bəzən götürürlər. Sözün kökü 1-dir. C burada yadınızda qalsın ki, C ədatdır. Ədat. Və şəkilçiləşmiş ədatdır və qrammatik kimi düşünürük. Saydan düzəlməyibdir. Düzdürmü? Düzəltmə söz və deyir. Düzəltmə sözlər saydan düzəlməyib. Bu söz sadə söz kimi düşünülür. Yəni, C ədat formasında düşünüləndə artıq şəkilçiləşmiş forması qrammatik olur. Və düzəltmə söz dediyinə görə bu söz sadədir axı. Necə mən düzəltmə sözlər saydan düzəlib fikrinə aid eləyim ki, bunu aid eləyə bilmirəm. Ona görə 2 olanı da çıxırıq. Birgəlik.
Kənarda qeyd edirəm bircəlik. Sözün kökü bir sayıdır. Say. Bircə zərfi yarandı. C zərf yaradır. Zərf. Bircəlik də isimdir. İndi bircəlik ismi bir sayından düzəlib yoxsa bircə zərfindən? Təbii ki, bircə zərfindən düzəlibdir. Nəyə görə? Sonuncu leksik şəkilçi likdir və nəyə artırılıb? Bircə sözünə artırılıb da birbaşa birin üzərinə artırılmayıb ki, yəni sayın üzərinə, kökün üzərinə artırılmayıb ki, kökdən sonra bircə zərfi yaranıbdır. Bir sayından bircə zərfi yaranıbdır. Bircə zərfindən də bircəlik ismi yaranıbdır. Yəni lik zərfin üzərinə artırılıbdır. Sayın üzərinə yox. C sayın üzərinə artırılıb. Demək saydan yaranıbdır. Lik isə bircənin üzərinə artırılıbdır. Yəni özündən əvvəlkinin üzərinə. Demək ki, bu söz saydan yox, zərfdən düzəlib. Zərfdən. Və 3-ü götürürük. Deməli, hər bir şəkilçi özündən əvvəlki sözə artırılır və ondan yaranır. Demək, 3-ü götürdük. 3 olmayan variantı da çıxsaq, doğru cavab olur B variantı. Birləşdirici sözündə sözün kökü bir sayıdır. Sözün kökü sayıdır. Birləşmək feildir. Feil. Birləşdirmək yenə də feildir. Birləşdirici də burada sifət yaratmış oldu. Sifət. İndi bu sifət, yəni sonuncu leksik şəkilçi nəyə artırılıbdır? Təbii ki, birləşdir sözünə artırılıbdır. Sözün kökü ilə sözün yarandığı nitq hissəsi bəzən fərqli ola bilər. Bəzən fərqli ola bilər. Məsələn, mən qeyd etsəm ki, tutaq ki, yazıram birinci. Bax, birinci seçimimizdə olan birinci sözündə. Sözün kökü birdir. İnci nəyə artırılıb? Təbii ki, kökə. Birbaşa kökə artırılıbsa bundan işimiz yoxdur. Amma burada sonuncu şəkilçi elə dedikdə bir dənə şəkilçi vardı. Demək ki, o da nəyə artırılıb? O əsas götürülür. Burada isə 3 leksik şəkilçi var. Sonuncu leksik şəkilçi birləşdir sözünün üzərindədir. Bir sözün üzərində deyil. Bir sözün üzərində ləş var. Birləş sözü bir sayından yaranıb. Birləşdir sözü isə birləş feilindən yaranıb. Birləşdirici sifət isə birləşdirmək feilindən. Yəni, hər biri özündən əvvəlki sözdən, birbaşa özündən əvvəlki sözdən yaranır. Demək ki, saydan yox, feildən yaranıbdır. 4-ü də götürürük. Və 5-i yazıram bura. Birləşmək sözü. Birləşmək sözündə bir sözünün köküdür və saydır. Birləmək sözü yoxdur, ləş leksikdir və birləşmək feili yarandı. Düzdürmü? Bu söz nədən yaranıbdır? Mək qrammatikdir, bundan işimiz yoxdur. Bir leksik şəkilçi var, o da elə birin üzərinə artırılıbdır. Demək ki, söz saydan yaranıbdır. Deməli, söz saydan yaranıbdır. 5-i də çıxıram və doğru cavab olur 3, 4. Keçək 5 nömrəli test tapşırığına. Zərf işlənməyən nümunəni müəyyən edin. Başlayırıq E variantından. Görüncə almaq istədiyi oyuncaqlar indi onu maraqlandırmırdı. Baxın, indi sözü burada nədir? Təbii ki, nə vaxt, nə zaman indi. Zərfin sualına cavab verir. Demək ki, zərfdir. Yəni, zaman zərfi işlənib burada. D variantı. Orxan şölənin əkdiyi gülləri əzdiyi üçün çox kədərləndi. Çox sözü kədərlənmək feilinə aiddir. Çox sözü say kimi də düşünülə bilər, zərf kimi də. Əgər feilə aiddirsə, bu söz feildirsə, feil. O zaman çox sözü burada olur zərf. Yəni, nə qədər çox kədərləndi, kəmiyyət zərfidir. C variantı. Sevinç hissləri onu göz yaşlarına boğsa da, Ayan hələ də dayanmadan məktubu oxuyurdu. Hələ. Hələdir, yenədir, bunları qeyd etmişəm ki, bunlar çox az hallarda toxunulan zərflərdir və zaman zərfidir. Hələ, nə zaman, yenə. Yəni, bunlar zərfdir. Bunu da çıxırıq. B variantı. Naziləni xeyli iş gözləyirdi, ancaq heç bir halda yorğun görünmək istəmirdi. Demək, burada biz görürük ki, yorğun sözü görünmək sözünə aiddir. Yəni, yorğun görünməyin tərzini bildirir. Görünməyin tərzini bildirir və tərz hərəkət zərfidir, ona görə bunu da çıxırıq. Gecələr getdikcə daha uzun olduğu üçün Ziyanın narahatlığı artmışdı. Gecələr nə? Nə sualına cavab verirsə qeyd etmişdik ki, gecə. Bu olur isim.
və gecə sözü burada isimdir. Getdikcə sözünü bəzən zərf kimi düşünmək istəyirlər, amma burada biz dıqca dikcə, yəni feili bağlamanın şəkilçisini görürük. Bu olur feili bağlama. Daha sonra uzun sözünü bəzən, yəni götürənlər olur ki, zərf olsun. Uzun olmaq mürəkkəb tərkibi feil, yəni bunu uzun sözünün tərkibindən çıxarda bilməzsiniz. Yəni A variantında zərf işlənməyibdir, doğru cavab olur A variantı. Əziz müəllimlər, dəyərli izləyicilər, yəqin ki bu video sizlərə faydalı oldu. Əgər videonu bəyəndinizsə, videonu like etməyi, yəni bəyənməyi və eyni zamanda öz dəyərli şərhlərinizi bizə bildirməyi unutmayın. Və qeyd etdiyimiz kimi bu videonu öz yaxın həmkarlarınızla, dostlarınızla, icazə verilmiş olduğunuz qruplarda da paylaşmağı mütləq şəkildə yaddan çıxarmayın. Bu sizin özünüzə verdiyiniz dəstəkdir. Kanalımızda nə qədər abunə sayı artarsa, biz də bir o qədər çox sizə dəstək olmağa çalışacağıq. Son olaraq bir daha qeyd edeyim. Əgər siz bizim ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 055 623 13 03 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Bu nömrəyə yazmaqla dərs qruplarımız haqqında ətraflı məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz.